Salam uşaqlar. Bugünkü videoda sizə çətin görsənən suallardan birinin ən asan cavabını verəcəm. Deməli bizə ABCD düz cavabı verilmişdir. AD 4'dür, D'yi 3'dür və BK bərabərdir 2 seri olarsa deyir ki, düz cavabının sahasını tapın. Birinci, bax buradan biz Pifagor teoremindən AD'yi üst cavabından A'yı tapa bilirik. A'yı nə qədər olacaqdır? 5. 3, 4, 5. Digər tərəfdən, seviye x olsa, o zaman BK nə qədər olacaqdır? 2x olacaqdır. Düz cavabı verildiyinə görə AB də nə qədər oldu? X üstəgəl 3. İndi bax bu AD'yi üst cavabına fikir versək, alfa üstəgəlinsin bettanın da 90 dərəcə olduğunu biz açıq-aşkar görürük. Və düz cavabı verildiyinə görə, bura alfa-dırsa deməli bura nə olmalıdır? Betta. Burada 90 dərəcə olduğuna görə bu ikisinin də cəmi 90 olması üçün burada nə olmalıdır? Alfa olmalıdır. Alfa, beta, artıq biz bucaq əlamətinə görə deyə bilirik ki, üçbucaq AD'yi oxşardır. Üçbucaq hansı uşağa? BK-aya. Üçbucaq BK-aya. Nisbətləri yazsaq, olacaq AD bölünsün BK bərabərdir. A'yı bölünsün nəyə? BA-ya. Verilənləri yazsaq, AD nə qədərdir uşaqlar? 4. BK'mız nə qədər oldu? 2x. A'yı nə qədərdir? A'yı 5 tapdıq. BA'mız nə qədərdir? X üstə gəlməsin 3. Buradan 4 ilə də 2x getdi. 2 qaldı burada. 5x'imiz bərabər oldu. 2x üstə gələnsin 6. 3x bərabərdir 6'ya. X də nəyə bərabər oldu? 2. X'i tapdıq 2. Deməli, AB'miz nə qədər imiş? Düzcavabın uzunluğu oldu. Nə qədər? 5. Bizdən nəyi soruşurdu? Düzcavabın sahası. O zaman düzcavabın sahası nə qədər olacaqdır? Uzunluq vurulsun n. Olacaq 5 vurulsun 4. Bu da nəyə bərabərdir? 20'ye. Sağ olun.